Hamiləliyimin birinci trimestrində baş verən dəyişikliklərdən danışırıq. Mən toyuq və ət yeməklərini çox sevən biriyəm. Amma artıq toyuq və ətin iyi gələndə dözə bilmirəm. Hamiləliyimin cəmi 7-ci həftəsində olmağıma baxmayaraq mədəmdə qıcıqlanmalar baş verir. Bunun üçün həkim mənə sirop preparatı yazdı. Artıq 2 gündür qəbul edirəm və nəticəsini görürəm. Qətiyyən günorta yatan bir insan deyiləm. Amma artıq günortalar yuxum gəlməyə başlayıb. Gecələr çətinliklə yatmağa başlamışam və ən adi səs belə məni oyatmaq üçün kifayət edir. Hələ mədə bulantılarım başlamasa belə qıcqırmadan dolayı özümü narahat hiss etməyə başlayıram. Çəkimə uyğun olaraq gündə 2 litr yarım su içməliyəm. Amma bəzən su içmək belə qıcıqlanmadan dolayı çətinlik yaradır. İnsulin dirəncim olduğuna görə istədiyim hər şeyi yemək kimi bir azadlığım yoxdur. Çünki hamiləlik zamanı insulin dirənci hamiləlik şəkərinə dönüşə bilər və yeməmin qadağa olunduğu qidalara şəkər və un məmulatları daxildir. Hansı ki, mənim bir günümü belə onlarsız keçirmədiyim qidalar. Bir çox hamilələrdə olduğu kimi vitamin D əksiliyimdən dolayı vitamin D qəbul edirəm. Omeqanı dərmandan deyil, balıqdan qəbul etməyi seçdiyimə görə həftədə 2 dəfə 100 qram olmaqla balıq yeyirəm. Təbii olmayan qidalardan uzaq durmağa çalışıram. Hər gün ən azı 1 saat yürüyüş edirəm. Bu həm aktivliyimi qorumağa, həm də insulin dirəncimi normada saxlamağa kömək olur. Bütün bu çətinliklər isə bilirəm ki, müvəqqətidir. Əgər videonu bəyəndinizsə, insulin dirəncli hamiləlik haqqında daha ətraflı video paylaşacağam.